Bu iki konfransı başlamışıq artıq bir çox işləri. Bu iki konfransın təşkilatı hissəsini Azenaya vermişsiniz. Nə gözləyirsiniz Azenadan? Nə fərqli olmalıdır bu konfrans? Nə yaxşı gəldiniz. Axır ki Azərbaycanda çox arzulanan və çox illər boyu arzulanan bir təşkilat yarandı və gəldi. Azenanın çalışmağından, işləməyindən, gəldiyindən, işə münasibətindən bilirəm və hiss edirəm ki, Azena bu işin öhdəsindən yaxşı gələcək. Və sevərəm. Təbii, sevərək işləyirsiniz, hiss edirəm və bir də stomatologiya aləmini çox gözəl tanıyırsınız. Yəni Azenaya sən rəhbərlik edirsən və uzun illərdir, neçə ildir? 20 il var artıq. Artıq 20 il var. 22 il, hətta mən yadımda ki, ilk konfransınızda mən var idim. Doğru Mən mu? elə bildim ikinci konfransdaydım, amma indi siz danışdığı yadıma gəldi ki, mən Kaspiyyətlə ilk dəfə işə təzə gəlmişdim, o konfransa Crazy Beach-ə getmişdim, hətta ilk dəfə idim. Mən çox konfransın belə nə olduğunu anlamırdım, sadəcə belə baxırdım. Onda belə çıxır ki, 22 il əvvələ gedirik.